Mühafizə işi var yoldaşlar, mühafizə işi var. Mühafizə işindən misal üçün 800 manatlıq variantından bəhs etmək istəyirəm. İlk öncə əməklisi bəlli olmayan variantından bəhs etdim. Biri var, Landaudadır yoldaşlar. Bu təhsil müəssisəsidir. Orada orta səviyyədə rus dili tələb eləyir. 2 illik iş təcrübəsi tələb eləyir bu sahədə. 175 sm boy tələb eləyir. Bu bir variantdır. Bir də var sizin çoxunuzun tanıdığı, belə deyim, KFC var, Pizza Hut var, Simit Saray restoranlar şəbəkəsi var ki, orada var. Nəzarət şöbəsinin növbətçi işi 800 manatlıq bir işdir yoldaşlar. Növbəli iş rejimidir. Monitoring sahəsində 1 ildən az olmayan iş təcrübəniz varsa, yəni belə deyim də, mühafizə sahəsində 1 ildən az olmayan iş təcrübəniz varsa, müraciət etməyi düşünə bilərsiniz. Orta ixtisasınız varsa, ofis proqramları üzrə yaxşı bilikləriniz varsa, kamera nəzarət sistemlərindən istifadə bacarığınız varsa, müraciət edə bilərsiniz. Bu işin nisbətən zəif variantı da var. Məsəl üçün 560 manat civarında olan variant da var. Bu amma məhz nəzarət şöbəsinin növbətçisi olduğuna görə nisbətən yüksəkdir əmək haqqısı. Bu işə də müraciət edəcəksə və yaxud da digər işlərdən tanış olması üçün ümumiyyətlə iş tapmazlığı səsini çəkirsinizsə, ondan bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüz, kanala daxil olun, Toğrul Özvəli kanala. Kanala daxil olduqdan sonra diqqət edersəniz, profildə əlaqə vasitəsi var.